Bu dəqiqə gördüyünüz kimi 20 nömrəli məktəbdir. Dayanan yerdə bax bu darvaza qırıldı, düşdü və bir ağsaqqalar biraz da onu zədələdi. Bax bu dəqiqə. Yəni ki, bax 20 nömrəli məktəb mütləq lazımdır ki, sonra heç kim üstünə düşməsin. Əlbəttə çəkmək lazımdır. Belə şeylər yaxşı uşaqların üstünə düşsəydi necə olardı? Baxın. Gördüyünüz kimi. Baxın. Bu dəqiqə təsəvvür eləyin ki, indi bu, bax həmən bu qapı bu dəqiqə düşəydi hansısa bir uşağın üstünə. Sual burada yaranır ki, yəni buranın təsərrüfat işinə baxanlar, kimlər necə olur ki, bir maraqlanmayıblar ki, həmən bu qapının birləşmələri, yəni nəyə görə, bax bu cürlə küləyə mi deyim, nəyə mi deyim, ya bəlkə heç vaxtında bu servis olunmayıb, ona görə dağıldı. Buyurun bir də çəkim həmən qapını. Baxın. Bu bunun bağlantı hissələri. Görürsünüz. Bu da ki, bu ikinci qapı. Mənə elə gəlir ki, bu məsələni çox ciddi araşdırmaq lazımdır. Bu qədər qəlbdən qəlbə.